Salam dostlar, mən Ceyhun İsmailov. Bugünkü videoda mən sizə present simple tense izah edəcəm. Yəni ki, indiki sadə zamanı. İlk olaraq ingiliscinin zamanlarına toxunsaq, ingiliscində present zamanı var. Daha sonra past və future var. Yəni ki, present indiki zamandır, past keçmiş zamandır, future isə gələcək zamandır və bunlar da öz aralarında ayrılıqda 4 yerə bölünür. Məsəl üçün present zamanı, present tense 4 yerə bölünür. Present simple, present continuous, present perfect və present perfect continuous. Bunlara qısaca toxunsaq, yəni present simple-dan onsuz da bugün danışacağam. Present continuous indiki davam edici zamandır. Yəni hal-hazırda baş verən zamanlar present continuous adlanır. Tutaq ki, mən deyirəm ki, I am working on a new project. Mən hal-hazırda bir proyekt üzərində, layihə üzərində işləyirəm. Hal-hazırda eləyirəm bunu. Buna görə bu present continuous formasında işlənir. Daha sonra present perfect var ki, bu da ki, keçmişdə baş vermiş bir zamanda, amma indi ilə əlaqəsi var deyə bu present perfect adlanır. Yəni ki, indiki bitmiş zaman adlanır, tələffüzü bir növ. Bu cürdür. Tutaq ki, deyirəm ki, I have finished my homework. Mən ev tapşırığımı bitirdim. Yəni keçmiş zamandır, amma indi ilə əlaqəsi nədir? Yəni mən hal-hazırda mənim ev tapşırığım hazırdır. İndi ilə əlaqəsi var deyə bu present perfect adlanır. Bir də present perfect continuous var. Bu da keçmişdə baş verib indiyə kimi davam edən. Yəni keçmişdə baş verib 3 saat əvvəl tutaq ki, mən bir şey üzərində işləməyə başlamışam. I have been working for 3 hours və hələ də işləyirəm. 3 saatdır dayanmadan işləyirəm də. Tutaq ki, biri gəlir məndən soruşur ki, sən neynirsən hal-hazırda? Qayıdıb deyirsən ki, mən 3 saatdır işləyirəm, hələ də işləyir. Bu zaman deyirsən I have been working. Bunda ətraflı mövzuları sizə izah edəcəm. Bu gün əsas toxunacağımız mövzu present simple-dır. İndi present simple-ın işlənmə qaydalarını mən sizə deyim. Present simple əsasən vərdiş və rutin almış şeylərdə işlənir. Tutaq ki, mən deyirəm ki, I get up at 8 AM every day. Mən hər gün saat 8-də oyanıram, dururam. Hər gün elədiyim bir şeydir. Yəni hər gün olmasına da ehtiyac yoxdur. Rutin halını almışdır. Tutaq ki, mən həftədə bir dəfə tez dururam da deyə bilərsən. Sən tutaq ki, sadəcə bazar günləri. Bu zamanda present simple işlənir. Və yaxud da dediyim kimi vərdişlər, yəni rutin halını almış şeylər. İkinci işlənmə qaydası isə ümumi həqiqətlər və təbiət qanunlarıdır. Yəni ki, tutalım deyirəm ki, the sun rises in the east. Günəş şərqdən doğur, şərqdən çıxır. Bu, yəni, təbiət qanunudur, həmişə olan bir şeydir. Buna görə də bu present simple işlənir. Üçüncü işlənməsi isə daha çox birini təsvir edərkən, nəyinsə təsvir edərkən. Məsələn üçün, bir oğlan deyirəm ki, he is very tall. O çox uzundur. Bu zaman present simple işlədirəm. Başqa bir işlənmə funksiyası isə məsəl üçün xəbərlərdə bir dənə hadisə baş verir. Tutaq ki, bugün bir hadisə yaşanıb. Bu xəbərlərdə present simple şəklində işlədilir. Məsəl üçün Biden signs a new law. Biden yeni bir qanun imzaladı. Və bu keçmişdə baş vermiş bir hadisədir, amma xəbərlərdə bu present simple kimi işlədilir. Ya da məsəl üçün belə bir cümlə deyə bilərəm ki, scientists discover a new planet. Bu da xəbərlərdə veriləndə, yəni keçmişdə olmasına baxmayaraq present simple işlənir. Sonuncu işləmə funksiyası isə məsəl üçün futbol oyunlarında falan fikir versəz əgər atıram, Messi qol atdı, bu zaman belə deyilir. Messi scores a goal. Messi qol atdı. Keçmişdə baş vermiş oldu əslində, bitdi hadisə. Amma bu da bir növ present simple işlənir. Bir dənə də işlənmə funksiyası var. Məsəl üçün mən dostlarımızla bir yerə yığışmışıq, tutaq ki, gələcək zamandan danışacağıq əslində. Məsələn, deyirik ki, indi nə edəcəyik biz, indi nə yeyək hal-hazırda ya da bugün nə yeyək ümumiyyətlə, nə yeyəcəyik, gələcəyə də aid ola bilər bu. Bu zaman
Bu da present simple işlənir. Tutaq ki, deyirəm ki, what do we do, what do we eat? Bu gün nə yeyək? Bu zaman present simple işlənir. İndi isə present simple-ın hansı hallarda işlədiyini izah elədim. Gəlin isə keçək present simple necə işlənir, yəni cümlə strukturu necədir, onu izah edeyim. Aha, strukturu bu cürdür ki, birinci subject gəlir, yəni ki, mübtəda, daha sonra verb, xəbər, daha sonra isə complement, yəni ki, digər üzvlər gəlir bir növ. Məsəl üçün, burada yazmışam, I work as a teacher, yəni mən müəllim kimi işləyirəm. Bu present simple da oldu, çünki yəni mən peşəm burada həmişə işləyirəm mən. Buradakı I subjectdir, work, verb as a teacher-də, yəni complement-dir, digər tərəf. Bunu indi bütün şəxslərə uyğun yazacağam mən. You work, bir dəqiqə, as a teacher. He, she, it-də necə olacaq? He, she. İndi it work düzgün olmaz orada. Ona görə. Əslində o da düzgün olar. Yəni baxır da cümləyə. Qoyacaq onu da. Bir dəqiqə. It, he, she, it works. Yox, heç teacher, yəni it teacher kimi olmaz da. Sadəcə works yazaq, işləyir. Ardı olmasa da olar da burada. Burada niyə works oldu? Çünki he, she, it təkdə olan bir şeydir və təkdə olanlarda present simple-dan sonra s əlavə olunur. S hərfi əlavə olunur. You cəmdir. You cəm deyil əslində. Sadəcə you ilə I-də elədir ki, onlarda da yəni həmişə s əlavə olunur. Sadəcə work kimi işlənir. Digərlərini də yazım. We work as a teacher. You-nu 2 dəfə yazmayacağam indi. Teachers, daha doğrusu teachers olur burada, çünki cəmdədir. You work as teachers. Daha sonra they work as teachers. Bu şəkildə olur. Hamısında work oldu burada, çünki bunların hamısı cəmdədir. We work as a teachers. Biz müəllim kimi işləyirik. You work as a teachers. They work as a teachers. Onlar müəllim kimi işləyirlər. You work as a teachers. Burada 2 dənə you var. Bunun fərqini yəqin bilirsiniz. Biri sən deməkdir, biri siz deməkdir. Burada siz mənasındadır deyə teachers cəmdədir. Amma you-da, yəni təkdə də cəmdə də work işlənir. Yəni s əlavə olunmur. I-da da eyni şəkildə. He, she, it-də də dediyim kimi təkdədir. Bunun yerinə məsəl üçün yazsam ki, tutaq ki, Murad works as a teacher. Bir dəqiqə, burada nə səhv oldu? Hə, cümlədən ayırmamışam deyə səhv kimi göstərir. Murad works as a teacher. Gördüyünüz kimi works oldu, çünki Murad təkdədir. Bunun yerinə Murad and I works olsa burada səhv olur. And, daha doğrusu and I work as a bagaj sözü də düzəldir bunu. Ki səhvdir. Burada artıq cəmdədir. Murad and I cəmdə olduğuna görə work olur və teacher yox, teachers olur. Ümid edirəm anladınız. Başqa bir
cümlədə yazaq. I study every day. Bunu digər zamanlara görə yazsaq, daha doğrusu digər şəxslərə görə yazsaq. Yəni I study every day-də mən işləyirəm. Daha doğrusu yəni işləyirəm deyəndə dərs oxuyuram mənasında da burada. Hər gün. Necə olacaq? You study every day. He, she, itdə necə olacaq? Studies. Amma burada bir fərqlilik var, indi mən sizə onu izah edəcəm. Yenə it studies olmayacaq deyə, çünki it cansız əşyalara aiddir. Study. Bu əslində səhvdir. Bunu özü də düzəltdi, görürsünüz. Grammarly əslində çox yaxşı bir proqramdır. Burada sizin nəyi səhv elədiklərinizi göstərir. Tutaq ki, yazılışda. Bu da səhv ondan ibarətdir ki, ilk olaraq onsuz da bunu study, axı dediyimiz kimi he, she təkdədir. Buna görə studydən sonra s əlavə olmalıdır. Amma biz s əlavə etsə yenə səhv kimi göstərəcək. Görürsünüz, yenə səhv kimi göstərir. Çünki əgər axırda y hərfi gəlibsə, o y silinir, yerinə e əlavə olunur. Axırda da s studies. He studies every day. Daha sonra we study. Yəni everyday yazmasaz da olar da burada. You study və they study. Aha, bu şəkildə. İndi isə keçək bunların inkarlarına. Bunu sadəcə bir cümlə üzərindən göstərəcəm. Ancaq buradakıların üzərindən göstərəcəm. I work as a teacher. Bunu inkarda yazsaq necə yazacağıq? I work. Work inkarda yazanda biz do not hissəcindən istifadə edirik. Do not hissəcindən. Do not. Burada nə səhvlik var? Hə, virgül. Əslində səhv deyil. I do not. Bu əslində səhv sayılmır, çünki yəni and bu proqram fikirləşir ki, biz bunun ardı olaraq bunu yazırıq. Ona görə burada səhv verir. Burada yazsaq məsəl üçün. I bir dəqiqə nə yazırdım? Work yazdım da. Hə, I do not work. Görürsünüz, burada səhv kimi vermir. Çünki onun ardı kimi olanda orada səhv göstərir. I do not work as a teacher. Yəni ki, mən müəllim kimi işləmirəm. Do not hissəsi əlavə olundu. Digərlərində necədir? You yenə eyni şey. Do not work as a teacher. He, she, it yenə dediyimiz kimi burada olmayacaq. Əslində burada elə bil aralarında bunu qoymuşam. Yəni he də ola bilər, she də ola bilər. İkisində də eyni cür olur. Tutaq ki, təkcə biz he-ni yazaq burada. He də yəni bunda yəqin mənasını bilirsiniz. He o deməkdir, she də o deməkdir. Biri qadın cinsindədir, biri kişi cinsində. He kişi cinsindədir. He do not work yazsaq biz. As a teacher. Səhv göstərəcək. Çünki yenə dediyimiz kimi təkdə olanda necə olur? S əlavə olunur. Və burada biz S-i nəyə əlavə edirik? Work-ı əlavə eləsə yenə səhv olacaq. Biz burada artıq S-i do-ya əlavə edirik. Bu şəkildə ES kimi əlavə olunur burada. Does. He does not work. Və not kimi də tələffüz olunur. Bu not kimi də yəni İngilis ingiliscəsində, yəni daha doğrusu yəni Britaniya ingiliscəsindən
not kimi tələffüz olunur. He does not work as a teacher. Not da Amerikan İngilis dilindədir. Aha. Digərlərində də eyni şəkildə we do not work as teachers. Niyə teachers oldu? Çünki cəmdə deyən müəllimlər. Biz müəllim kimi işləyirik. You work. Daha doğrusu bir dəqiqə. Yəni do not work as teachers. Və son olaraq they do not work as teachers. Aha, bu cür olur. İndi bunun da qısa versiyası var. I do not work as a teacher. Bunu biz bu şəkildə də yaza bilərik. Do not burada do ilə not birləşir və belə olur. Bu şəkildə olur. Qısaldılmış versiyası. Deyə bil. Do not qısa şəkildə don't kimi yazılır və tələffüzdə də don't kimi deyilir. Bunlar da eyni şəkildə do not, don't olur. Does not necə olur? Bu şəkildə. Digərləri də eyni şəkildə, yəni don't olur hamısı. They don't work as teachers. Bu şəkildə oldu. İndi isə keçək bunun sual versiyasına. İndi sual versiyasında necə olur? Sual versiyasında do və does'dan istifadə edirik biz. Cümlənin əvvəlinə do və does gəlir və cümlə sonra olduğu kimi biraz fərqli olur əslində. İzah edeyim sizə. I work as a teacher. Bunu indi mən sual şəklində yazsam. Do, does burada da var. Do not idi bu əslində. Do ilə işlənir də yəni. Cəmlər do ilə işlənir, təklər does ilə işlənir. Burada da eyni idi. Do, I work as. Burada yenə səhv kimi göstərir. Çünki bunu ardı kimi yazırıq. Buradan yazım. Do I work as a teacher? So. Əlim mikrofona dəydi. Bir dəqiqə. Do I work as a teacher? Burada necə oldu? Əvvələ do keçdi. Çünki cəmlərdə bir də I ilə you-da do işlənir. Do I work as a teacher? You-da da eyni şəkildə. Do you work as a teacher? Sual işarəsini gərək yaxın yazdım. Bu hər şeydə səhv kimi göstərir. Gərək çox yaxşı, düzgün yazasın. Aha. Digərlərində he, she, it. Burada necə olur? Təkli olduğuna görə dediyimiz kimi does olur. Does. Bayaq he yazmışdıq, indi she yazaq. Work as a teacher. Bu bayaqlarım necə idi? Bayaq works olurdu, she works. Gördüyünüz kimi work artıq yəni s-lə işlənmir. Oradakı s elə bil keçir bir növ. Do-nun yerinə də do elə bil do-ya s əlavə olunur və does olurdu. Does she work as a teacher? Digərlərində eyni şəkildə məncə yazmağıma ehtiyac yoxdur. We work as a teacher necə olur? Do we work as a teacher? Yəni
Sual versən də biz müəllim işləyirik ya da do you work as teachers? Yəni siz müəllim kimi işləyirsiniz? Sual versən. They work as teachers? Onlar müəllim kimi işləyirlər. Bu şəkildə olur. Sualda, inkarda izah elədim deyəsən. Bir də burada qeyd eləmişdim. Zərflər, yəni hansı zərflərlə daha çox işlənir? Always, həmişə. Usually, adətən. Yəni dediyim kimi də rutin alınmış şeylərlə present simple işlənir deyə. Bu zərflərdən istifadə olunur. Always, usually, adətən, often, tez, I often go to university. Mən tez məktəbə gedirəm. Daha doğrusu, universitetə gedirəm. Sometimes, bəzən. Bu da əslində rutin alınmış şey sayıla bilər ya da vərdiş alınmış şey sayılır da sometimes. Bəzən edirəm, tutaq ki, nəsə. Seldom və rarely, nadir hallarda edirəm. Və never, heç vaxt etmirəm. Bu da əslində rutin alınmış. Yəni rutin alınmış deyəndə bu da vərdişdir. Mən tutaq ki, bir şey heç vaxt eləmirəm. Bu zaman da present simple işlənir. Yəni bunların hamısı present simple işlənir. Bu da harda işlənir? I always go to the university. I always go to the university. Mən həmişə universitetə gedirəm. Elə bir növ subject ilə verb'ın arasına girir, burada işlənir. Aha, mövzu bu qədər idi. Ümid edirəm ki, yəni anladığınız, anlamadığınız suallar olsa, onu şərh bölməsində məndən soruşa bilərsiniz. Əgər videonu bəyəndinizsə, like atmaq və kanala abunə olmağı unutmayın. Növbəti videolarda mən sizə digər zamanları izah edəcəm. Görüşənədək.